Əfə xanım, dünən mən Frankenstein kinosunu izlədim, El Toro'nun. El Toro mənim ən sevdiyim kino, Pan's Labyrinth-in rejissorudur. Gecə saat 4-ə qədər niyə Frankenstein öz yaradıcısını axtarırdı? Niyə ona biz ölüm deyirik, amma həm də ölümsüzdür. Bunları düşünürdüm. Arada bir-iki uşaqlıq xatirəm gəldi, o da yuxumu qaçırtdı. Səhər oyanmışıq, kafe içirəm 1 litr və heç nəyə həvəsim yoxdur. Sizin niyə evə? Belə səmimi etiraf. Müqəddəs atam. Vallahi özüm elə hiss etdim, yəni. Siz necə olur bəs Everestə gəlib çıxırsınız? Hardan tapırsınız bu hərəkəti? Bu enerji. Mən də hərdən istəyirəm ki, başıma belə yorğanı çevirim və deyim ki, mən heç nə eləmək istəmirəm, mən heç nə istəmirəm. Amma içəridə bir şey var. İçəridə bir şey var, odludur, alovludur və durmadan qapı desəm döyür, nə bilim, dayanmışamsa dartır. Mən bilmirəm o drive-ın adı nədir, amma dəhşətli dərəcədə bir drive var. Bunu hər gün düşünürəm, hər saniyə düşünürəm ki, sən bir sakit dursan, mən də sakit dayanardım, amma o drive qoymur. Və mən bu haqda çox düşünürəm ki, niyə? Bəlkə mən də hardasa sakit durum, hardasa bir rahat və s. Everestdən bunu əlaqələndirirəm. Amma başa düşürəm ki, hər kəsin özünün bu həyatda təyinatı var. Hər bir yaradılışın özünün təyinatı var və görünür ki, bəzi insanlar sadəcə sakit durmalıdır, bəziləri sadəcə həvəssiz olmalıdır, bəziləri isə həmin o səsə qulaq asmalıdırlar və iş görməlidirlər. Düşünürəm ki, həyatda hər şey riyazi dəqiqliklə dir və ona görə bu sualı verməkdənsə elə onu dinləyib ona görə hərəkət etmək mənə görə daha uyğundur. Ona görə belə.